Bilir mənimlə yeyir, mənimlə yatır, durur, gəzir, düşünür və bu mənada bu jurnala mən çox bağlıyam. Və ilk dəfə bura işə gələndə, Poeziya şöbəsində müdir olanda, yenə qədər orada kimlər Poeziya şöbəsində müdir olub, onlar haqqında bir yazı yazdım. Əyləşdiyim stul. Allah rəhmət eləsin, İntiqam Qasımzadənin atası Böyük Ağa Qasımzadə, Musa Yaqub, Əli Kərim, Nərman Əsənzadə, Qabil, nə bilim, daha çox adamlar haqqında mən yazı yazmışdım, Şərf Qoca. Mən də onları yazdım və hətta İntiqam bəli belə çıxışlarında deyir ki, qəşəm sanki bir halalıq aldı da. Bu yazım əsasında nələr qalmışdır, niyə qaldı falan kəsib çap eləməyib və ya Əli Kərim niyə deyək ki, bizim bir çox şairlərimizin şiirini itirirmiş, səbəb nə imiş və deyilmiş yenisini gətirir. Ustolla danışırdım. Ben o Mizin'le danışırdım ki, Əli Kərim niyə verildi? Və yaxud bəzən Dilsuzu xatırlayıram. Niyə Dilsuz deyək ki, baş redaktor otağının yanından əylə-əylə keçib gelirdi? Belə də o ifadəmə görə istəyirəm. İşdən qaçırdı ya, işdən qaçırdı. İşdən qaçırdı. Azadda ədəbiyyat jurnal ətrafında yaranır, ədəbiyyat dərnək ətrafında yaranır, ədəbiyyat elə Əli Kərim adına Poeziya qurumunda yaranır, kitabxanada bir yığıncaqda yaranır. Şübhəsiz ki, bu bəyək çox gözəl dediniz ki, hətta bir şairin tutulu ayanadır. Yəni bir yazılar adın altından vətənpərvər şair, sözsevər şair. Bu şeylərdə də şairin adı onun hamısını ifadə edilir onun içərisində. Yəqin ki, jurnaldan narazı olanlar var və mən də müəlliflərdən çox narazıyam. Yəni, bəri başla deyirəm və kimin də sualı burada varsa, bu meydan, bu şeytan. Dursun mənə desin ki, filan şey filan idi, filan şey filan eləmər. Mən ona cavab verməyə hər an, hər yerdə, burada da hazıram. İnsan özünü təqdim eləməyi bacarmalıdır. Əgər sən özünü təqdim edə bilmişsənsə, demək sən yarımçı insansın. Götürürlər bizə şiir göndərirlər. Mən şəxsən mənim şiiri göndərirlər, adı yox. Mən fikirləşirəm ki, görəm bu kim şiir. Nə altdan yazır, nə üstdən yazır. Bu elli illərdə İngiliz adıyla, ya Esko, nə bilim, Sapatqa Malbur Blancası. Bu nəvim kimsən? Və ya şiirin arkasından imkan var. İndi 3 nöqtə var, bir nidə var, sual var. Birdən görsən ki, 7 dənə sual işarəsini düzür şiirin arkasında. Özdə yaxşı da şair var. Telefonda yazır. Yəni 5 dənə nöqtə, 6 dənə nöqtə, şimdi bütün nöqtələri sualları olmaz. Biraz gətirib şiiri verir. Yerəndə söhbət verirsən və görürsən ki, belədir və bir qapıda çıxamış deyir. Qəşəm əlim, kəssən bir xahiş edir. Mən ikinci şiirimin 3-cü bəndini birinci çevrəsiz qarşıda var. Deyilən yaxşı. Gedir pilləkənə qədər, yenə qayıdıb gəlir ki, bu orada bir misra var, onu pozur. Ayqar, sən hazırlıqda gəl, onu qəşək kağıda çıxar. Əvvəla, həmişə şiiri, yazdın, tərqim elədim. Onun üstündə öz ad familiyamı yaz. Gətirlə belə tərqim olur. Çünki biz hər bir şiirimizlə öz tərcümeyi halımızı yazırıq. Qoy bu tərcümeyi hallar yaxşı olsun. Yaxşı tərcümeyi hal yaşayır, yaxşı şiir ki. Uğurlar arzulayıram, suallarınızla nə sualınız olsa mən alırım. Təşəkkür ederim, sağ olun. Çok sağ olun. Bir şiir okuyalım.